Dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizin üçün mürəkkəb cümləni izah eləyəcəm. Gəlin baxaq. İki və ya daha artıq sadə cümlənin birləşməsindən əmələ gələn cümlələrə mürəkkəb cümlə deyilir. Yəni bu o deməkdir ki, iki və ya daha artıq qrammatik əsas lazımdır ki, onlar birləşsin və mürəkkəb cümlə yaratsın. Gəlin cümlələrə baxaq. Deyir ki, xanım xala bu xəbərdən çox qəzəblənmişdi, əlləri titrəyirdi. Qəzəblənmişdi. Kim? Xanım xala. Titrəyirdi. Nə? Əlləri. Deməli, bu iki cümlənin ayrı-ayrılıqda qrammatik əsası var və iki qrammatik əsası olduğuna görə biz bu cümləyə rahatlıqla mürəkkəb cümlə deyə bilirik. Gəlin ardına baxaq. Deyir, mürəkkəb cümlə ilə sadə cümlənin fərqi ondadır ki, sadə cümlənin bir, mürəkkəb cümlənin iki və ya daha artıq qrammatik əsası olur. Bəli, bunu dedim onsuz ki, mürəkkəb cümlənin iki və ya daha artıq qrammatik əsası olmalıdır. Çünki bir qrammatik əsas olarsa, o sadə cümlə hesab olunur. Mürəkkəb cümlədə iki və ya artıq sadə cümlənin birləşməsindən əmələ gəldiyinə görə iki və ya daha artıq qrammatik əsas olması vacibdir. Gəlin burada fərqləndirmələrə baxaq. Sadə cümlələrə aid nümunələr verilib ki, külək əsir, ağacın yarpaqlarını yerə tökürdü. Deməli, əsir. Nə? Külək. Ağacın yarpaqlarını yerə tökürdü. Tökürdü. Nə? Yenə külək. Deməli, burada hər iki xəbərin mübtədası eyni mübtədadır. Bu o deməkdir ki, bu xəbərlər həmcins xəbərlərdir. Yəni ki, bu cümlə sadə cümlədir. Çünki mürəkkəb cümlənin xəbərləri müstəqil olur. Eyni mübtədəyə tabe olmur. Qeydə baxaq, deyir, bəzən tabeli mürəkkəb cümlənin xəbərləri bir mübtədəyə tabe ola bilər. Amma bu sadəcə tabeli mürəkkəb cümlədədir. Tabesizdə bu mümkün deyil. Sadəcə və sadəcə tabeli mürəkkəb cümlədə belə ola bilər. Onu da ki, tabelik bağlayıcılarından, yəni aydın şəkildə ayırmaq olur. Gəlin cümləyə baxaq. Deyir, mən bilirəm ki, qəbul olacağam. Burada ki nədir? Tabelik bağlayıcısıdır. Əgər ki, belə cümlə görərsinizsə, orada bağlayıcıya uyğun şəkildə də cümlənin növünü tapa bilərsiniz və əgər tabeli mürəkkəb cümlədirsə, biz onu sadə yox, həqiqətən də tabeli götürürük. Yox, əgər tabeli deyilsə, tabesiz formasındadırsa, amma iki xəbər eyni mübtədəyə tabedirsə, bu zaman onu sadə şəklində götürürük. Çünki dediyim kimi, həmcins mübtədə və ya həmcins xəbər mürəkkəb cümlə yaratmayacaq. Əgər iki cümlədən və ya üç cümlədən ibarətdirsə, eyni mübtədəyə və eyni xəbərə tabedirsə. Gəlin mürəkkəb cümlələrə baxaq, qeydlərə. Deyir, mürəkkəb cümlədə hər tərkib hissənin bir qayda olaraq ayrıca mübtədə və xəbəri olur. Bəli. Deyir ki, əsir, nə, külək, ağac yarpaqlarını yerə tökürdü, nə, külək. Yo, deyir ki, ağacın yarpaqları yerə tökülürdü, nə, ağacın yarpaqları, elə bildim əvvəlki cümlədir. Deməli, burada hər iki cümlənin özünün mübtədası var, xəbəri var. Mübtəda, xəbər. Deməli, biz bunu mürəkkəb cümlə deyə bilərik. İkinci qeydə baxaq. Deyir, ola bilər ki, hər hansı bir tərəfin və ya iki tərəfin mübtədası buraxılsın. Bu əsas məsələ xəbərlərin müxtəlif şəxslərə mənsubluğudur. Hətta belə də ola bilər ki, birinci cümlə şəxssiz cümlə olsun, ikinci cümlə müəyyən şəxsi olsun, birinci cümlə ümumi şəxsi olsun, fərqi yoxdur. Yəni artıq burada əsas mövzu mübtədanın olub-olmaması deyil. Xəbərlərin başqa mübtədalara aid olmaq fikridir. Yəni ki, eyni mübtədəyə tabe olmamasıdır əsas məsələ. Məsələn, deyir ki, dünən o kitab oxuyurdu. Eşitdiklərimi yazırdım. Yazırdım. Kim? Mən. Deməli, burada müəyyən şəxsidir və xəbərin əsasına sualla müəyyən edirik ki, o birinci şəxsdədir, mübtəda. Amma ki, bərpa etmirik əlbəttə ki, amma bilirik ki, bu mübtəda olaraq mən verilir. Birinci cümləyə baxırıq, deyirik ki, dünən o kitab oxuyurdu. Kim? O. Deməli, ikinci cümlənin gördüyünüz xəbəri oya yox, mənə tabedir. Yəni, şəxslər tamamilə fərqlidir. Burada ikidə mübtəda olmasa belə biz bilirik ki, ikinin xəbəri birinciyə tabe deyil. Deməli, bu zaman bunu mürəkkəb götürə bilərik. Çünki eyni mübtədəyə tabe olmadı. Daha sonra, mürəkkəb cümlənin tərkib hissələrində müəyyən şəxsli, qeyri-müəyyən şəxsli və ümumi şəxsi cümlələr işlənə bilər. Bunu dedim onsuz. Yəni, bir tərəf müəyyən ola bilər, bir tərəf şəxsi ola bilər. Bu şəkildə işlədə bilərik. Məsələn, deyir, qonaqları süfrəyə dəvət etdilər. Kim? Onlar. Deməli, dəvət edən onlardır, amma verilməyib. Buna görə bu qeyri-müəyyən şəxslidir. İkinci cümləyə baxaq. Deyir, hamı stol arxasında əyləşdi. Əyləşdi.
kim, hamı. Bu isə müəyyən şəxsidir. Əsas odur ki, eyni mübtədiyə tabe deyil. Yenə deyirəm. Məsələ tamamilə bundan ibarətdir. Bir mübtədiyə tabe 2-3 xəbər ya da ki, bir xəbərin asılı olduğu eyni mübtəda mövzusu var da, yəni fərqli-fərqli olmalıdır. Ayrı-ayrılıqda qrammatik əsaslar olmalı və müstəqil olmalıdırlar ki, onlar mürəkkəb cümlə yaratsınlar. Aha, deyir, anam deyərdi ki, qaçanı qovmazlar. Deyərdi, kim, anam, qovmazlar. Kim, onlar. Deməli, bu ümumi şəxsdir, bu hamıya aiddir. Bu isə müəyyən şəxsdir. Artıq burada mübtəda məlumdur. Yəni ki, hər üç ehtimal ola bilər ki, cümlələr fərqli olsun. Yəni şəxsə görə növləri fərqlənsin. Digər qeydə baxaq. Deyir ki, mürəkkəb cümlə yalnız mübtədasız cümlələrdən də təşkil oluna bilər. Yəni bir tərəf şəxsiz, bir tərəf qeyri-müəyyən şəxsi, bir tərəf ümumi şəxsi ola bilər. Bu da ehtimaldır. Yəni mütləq deyil ki, mürəkkəb cümlədə mübtəda gəlsin. Bunu mütləq olaraq qeyd edə bilmərik biz. Məsələn, deyir bu məsələyə nədənsə toxunulmurdu. Görünür, onu birazdan qayıdacaqdılar. Deməli, toxunulmurdu. Bu şəxsizdir, nə mübtəda, nə də ki, mübtədanı təxmin etmək olur. Nə mübtəda yoxdur, nə də mübtədanı təxmin edə bilirik. Deməli, qayıdacaqdılar kim? Onlar. Bu da qeyri-müəyyən şəxsidir. Hər ikisində mübtəda yoxdur və biz yenə də bunu mürəkkəb cümlə kimi götürə bilirik. Çünki dediyim kimi, əsas məsələ nədir? Müstəqil olmaqları. Tamamilə bundan ibarətdir. Digər qeydə baxaq. Mürəkkəb cümlənin tərkib hissələri daha çox müəyyən şəxsi cümlələrdən ibarət olur. Əlbəttə, biz əsasən müəyyən şəxsi görürük, amma dediyim kimi, yəni bu ehtimallar da var. Bu ehtimalları da nəzərə almaq lazımdır. Məsələn, deyir ki, qaraldı nə hava, başladı nə yağış. Əsəbi idi kim? Kərim. Bilmirdilər kim? Uşaqlar. Sabir bildirdi kim? Sabir. Ramiz gələ bilməyəcək kim? Ramiz. Çətinləşsə də nə? İş. Mən kömək göndərərəm kim? Mən. Deməli, burada hər birinin müstəqil şəkildə mübtədası olduğu xəbəri oldu. Ona görə də biz deyirik ki, əsas məsələ nədir? Müstəqillikdir. Müstəqil şəkildə mübtəda və xəbərin olmasıdır. Gəlin baxaq mürəkkəb cümlənin növlərinə. Sintaktik bağlılığına görə, xarakterinə görə mürəkkəb cümlələr iki cür olur. Tabesiz mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələr. İlk olaraq bundan danışaq ki, tabeli və tabesiz mürəkkəb cümlənin fərqi nədir? Tabeli mürəkkəb cümlədə bir tərəf digər tərəfdən asılı olur. Asıl tərəf əsas tərəfdən asılı olur. Yəni, bir tərəfə asılı olmaq məcburiyyəti mövcuddur. Amma tabesiz mürəkkəb cümlədə asıl və əsas tərəf yoxdur. Hər iki tərəf müstəqildir. Doğru şəkildə çəkə bilmədim, bir dəqiqə. Hər iki tərəf müstəqildir. Yəni azaddır. Yəni ki, tabeli mürəkkəb cümlədə siz cümlənin ardını gözləyirsiniz. Çünki müəyyən asılılıq var. Gəlin baxaq nümunəyə. Deyir, hiss etdim ki, o danışmaq istəmir. Hiss etdim ki, deyib dayana bilməzsiniz. Siz orada ardını gətirmək məcburiyyətindəsiniz. Hiss etdim ki, aha, gedib birinə deyə bilərsiniz ki, hiss etdim ki, ardını gözləyəcək də. Deməli, burada digər cümlə tabedir ki, gəlsin. Nəsə çıxsın oradan, davamı olsun bu sözün. Deyir, hiss etdim ki, danışmaq istəmir. Hiss etdim nəyi? Onun danışmaq istəmədiyini. Deməli, burada tabelilik var. Bu tabeli mürəkkəb cümlədir. Həmçinin bağlayıcıdan da müəyyən etmək olur, amma əlbəttə ki, cümləni ayırmaq söhbətdə var da. Bunu birinci qavramaq lazımdır. Elə ola bilər ki, bağlayıcı gəlməsin. Amma siz bunu müəyyən edəsiniz. Yaza bilər ki, hiss etdim, o danışmaq istəmir. Siz onda sual verməlisiniz ki, hiss etdim, nəyi hiss etdim? Axı hiss etdiyinizi, siz niyə hiss etdiyinizi deməlisiniz. Buna görə də ardı gəlməlidirsə, biz ona deyirik ki, tabeli mürəkkəb cümlədir. İki baxırıq. Deyir ki, xəbəri dostuma çatdırdım ki, tədarük görsün. Çatdırdım. Nəyi? Xəbəri. Hansı səbəbə? Tədarük görməyi üçün. Aha. İndi siz dayana bilərsinizmi ki, burada xəbəri dostuma çatdırdım ki, aha, nöqtəni necə qoya bilərsiniz? Qoya bilməzsiniz. Deməli, burada müəyyən bir tabelilik var. Digəri gəlməyə məcburdur.
Digər cümlə gəlməlidir. Bu cümləni tamamlamalıdır. Çünki bu cümlə tamamlanmayıb. 3-ə baxaq. Deyir, çox sakit idi. Çünki dostları yanında idi. Baxın, deyək ki, çox sakit idi, nöqtə qoydunuz. Yaxşı, bu fikri tamamladınız. Bəs çünki dostları yanında idi, fikrini necə tamamlaya bilərsiniz təklikdə? Deməli, bu cümlənin bir əvvəli olub da. Yaxşı, səbəbi verildi. Bəs səbəbdən əvvəl bir şey var idi da, deməli burada. Bu cümləni əgər ayrılıqda versəniz, bu cümlə tamamilə yarımçıq olar, problemli olar. Nöqtə qoya bilməzsiniz siz bu cümlədə. Çünki tələb olunur ki, sən onu açıqlayasan. Çünki dostları yanında idi. Aha, çünki əvvəl bir şey olmalıdır da. Bir səbəbi olmalıdır ki, ardınca desin ki, çünki onlar yanında idi. Bir şeyin səbəbidir bu. Nəyin səbəbidir? O səbəb bilinməlidir ki, bu çünkini desin. Ona görə deyirik ki, bir tərəf digər tərəfə tabedir. Gəlin indi tabeyizə baxaq, daha yaxşı başa düşəcəksiniz. Tabeysiz mürəkkəb cümlədə bir tərəf digər tərəfdən asılı deyil. Bir tərəfi bitirəndən sonra nöqtəni qoya bilərsiniz. Yəni aydın şəkildə də nöqtəni qoydunuz, все, bitirə bilərsiniz orada cümləni. Tabeldə kimi də ardını istəmir. Demir ki, все, siz bunu dedinizsə, ardı mütləq gəlməlidir. Elə bir şey yoxdur. Məsələn, göy guruldadı. Nöqtə, все. Gəlib evdə deyirsiniz ki, göy guruldadı. Heç kəs sizdən onun ardını gözləməyəcək. Aha, göy guruldadı. Siz burada bitirə bilərsiniz. Ya da deyək ki, şimşək çaxdı. Siz burada da nöqtə qoya bilərsiniz. Ya da yağış yağmağa başladı. Nöqtə. Bəs bunda nöqtə qoya bilərdiniz ki, hiss etdim ki, nöqtə. Qoya bilməzdiniz. Çünki orada arda tələb olunurdu. 2-yə baxaq. Deyir, hava qaralmışdı. Nöqtə. Hava qaralmışdı. Heç nə. Göz gözü görmürdü. Nöqtə. Heç nə. Burada da nöqtə qoya bilərsiniz. Göz gözü görmürdü da. Normal bir şeydir. Hava qaralıb göz gözü görmür. Siz bunu ayrı-ayrılıqda deyə bilərsiniz, bütöv şəkildə də deyə bilərsiniz. Yəni nöqtələyə bilərsiniz burada fikrinizi ki, hava qaraldı, hər şey bitdi. Yəni ki, məsələ nədir? Tabeysizdə məcbur deyil ki, ikinci cümlə birincini açıqlasın, birincini aydınlaşdırsın. Buna məcbur deyil. Amma tabelidə məcburdur. Əgər bir cümlə gəlibsə, ikincisi də gəlməlidir. Çünki digəri birinə tabedir. Bu qədər idi dostlar. İnşallah növbəti dəfələrdə tabeli və tabesiz mürəkkəb cümləni ayrı-ayrılıqda izah eləyəcəm. Kanalı izləməyi və bildirişləri açıq qoymağı unutmayın ki, videolar yükləndikdə, izahlar yükləndikdə məlumatınız olsun. Hələlik.